Salam dostlar, bugün sizə bu videoda TikTokda videolarınıza və paylaşımlarınıza təhlükəsiz şəkildə və şifrəsiz şəkildə necə izlənmə göndərə bilərsiniz, ondan danışacağım. Amma videonu mütləq sonuna qədər izləyin. Onu da qeyd edim ki, mənə dəstək olan, bu videonu bəyənən, kanalıma abunə olan və istifadəçi adını şərh qismində yazan hər kəsə 100 TikTok takipçisi və 1000 TikTok baxış hədiyyəsi göndərəcəm. Onu da qeyd edim ki, bunun üçün sizdən TikTok hesabınızın şifrəsi tələb olunmur, nə də hər hansı bir proqram, uygulama yükləmirsiniz. Və öz TikTok hesabıma daxil oluram və videolarımı göstərirəm. Gördüyünüz kimi bir çox videoma pulsuz şəkildə izlənmə göndərmişəm və bu izlənmələr gerçək olduğu üçün videolarımın bir çox hissəsi keşfet bölməsinə çıxıb və videomu göstərirəm, gələn yorumları da göstərirəm sizə. İndi hansı ayarı etməliyik? Gəlin ona keçid edək. Və biz ayarlar bölməsinə daxil oluruq. Oradan gizliliyə gəlirik və özəl hesab yazılan yer var. Hesabımızı bu şəkildə hər kəsə açıq edirik. Sonra biz hər hansı bir videomuza gəlirik və buradan 3 nöqtə var, görürsünüz, ora daxil oluruq. Oradan bağlantını kopyalayırıq. Sonra biz Google-a daxil oluruq və axtarma yerinə takipçi.com yazırıq. Yaşıl loqolu sayt, düzgün şəkildə yazın sayt yazarkən. Bu sayta keçid edirik. Oradan biz ən aşağı gəlirik. Burada görürsünüz bütün hilələr var. Bunlar pulsuz xidmətlərdir. Ora daxil oluruq. Oradan TikTok hilələrinə daxil oluruq və TikTok izlənmə hiləsini seçirik. Açılan yerə öz paylaşım linkimizi yazırıq. Miqdarı seçirik. Onu da qeyd edim ki, günlük 1000 ədəd pulsuz göndərə bilirsiniz. Azərbaycanlı izlənmək istəyirsinizsə Azərbaycan, xarici izlənmək istəyirsinizsə xarici serveri seçib göndər düyməsinə basdıqdan sonra 1 saat ərzində izlənmələr sizin hesabınıza yüklənir.